O əsas məsələlərdən möhtərəm müsəlmanlar, qaydalardan əhl-i sünnə vəl cəmaənin sələfləri, hansı ki iman onunla kamilləşir və onunla seçilir, o da əhl-i beyti sevməkdir. Əhl-i beyti sevmək, əhl-i sünnə vəl cəmaənin əqidəsinin əsaslarından biridir. Öz əhl-i beyti sevirik. Kim deyir ki, sevmirik, yalan deyir, yalansız o. Neymişsiniz, hamısı şahid olsun. Biz əhl-i beyti sevirik və hamıdan da çox. Allah da ona şahiddir. Lakin, sevirik necə? Birinci sevirik, hər şeydən çox sevirik Allah subhanətə alanı. Sonra Peyğəmbər sallallahu aleyhi ve selləmi, sonra əhl-i beyt, sonra valideyn və s. və s. Biz sevirik necə şəriət deyib sevmək. Deməli, əhl-i beyti sevmək iman kamilliyindəndir. İman əlamətlərindən, müsəlman sifətlərindən. Və əhl-i beyt deyəndə möhtərəm müsəlmanlar kim nəzərdə deyirik? Yəni, əhl-i beyt, yəni deyirik ki, yəni qəsdimiz odur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və o əhl-i beyti. Əhl-i beyt, yəni kim o evdə yaşayır? Yaxınlığı var. Qohumluq yaxınlığı. Və əhl-i sünnə və cəmaə sələflər deyirlər ki, əhl-i beyt onlardır ki, kimlərə sədəqə haramdır. Çünki əhl-i beyti sədəqə verilməz. İndi Azərbaycan yarısı əhl-i beyti iddiarisi eləyir. Deyir ki, Seyiddir. Heç Mədinə boyda Seyid yoxdur. Özü maraqlı buradadır ki, Seyid deyən kim olsa nəzər tutur ki, yəni sədəqə vermək lazımdır. Amma əslində kim əhl-i beytdir, ona sədəqə verilməz. Görsən ki, əsl Seyiddir. Nədir? Deməli, fəzilətləri çoxdur, möhtərəm müsəlmanlar. Kifayətdir ki, fəzilətlərindən Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm deyib ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm namazın kamilliyi ona və əhl-i beytinə salatu və salam göndərməyincə kamil olmaz. Ona görə namaz kamilləşir salavatla. Salavat da kamilləşir əhl-i beytə salatu və salam göndərməklə. Bax fəzilətə. Və əhl-i beyt deyəndə Peyğəmbər sallallahu aleyhi ve selləm zövcələri, təbii ki, əgər zövcə olmasa əhl-i beyt necə olar? Yəni, kimdir ki, yəni, hər bir ailədə, yəni, ana, qızlar, yəni, əhl-i beyt saymır, yəni, özgə qonşuqlar və ya qıraqdan gəlbilər. Təbii ki, əhl-i beytdir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem əhl-i beyt deyəndə birinci kişi və qadın nəzərdə tutulur. Allah subhanət hələ bunu Quran-ı Kərimdə buyurur, Əhzab surəsi 33-cü ayədə. Allah subhanət hələ buyurur ki, وَقَرْنَ فِي بُيُوتِكُمْ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَا الصَّلَاةَ وَآتِينَا الزَّكَاةَ وَأَطِيعْنَا اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا. Əhzab surəsi 33-cü ayə. Bu ayədə müraciət Peyğəmbər sallallahu aleyhi ve sellem yoldaşlarına gedir. Bu ayə əksinə dəlildir ki, Peyğəmbər salsız zövcələ əhl-i beytdir. Yəni, ehtiyac yox idi. Ola ki, fəzilət üçün qeyd olunur. Birdən kimdə şək olar. Və deyir ki, Allah subhanətə alə وَقَرْنَا فِي بُيُوتِكُمْ yəni, evinizdə oturun وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى yəni, cahillik dövründə necə çıxırlar, açıqsan səhlə çıxmıyor. Yəni, şəriyə qayda-qaydanla çıxın. Və sonra buyurur ki, وَاقِمْنَا الصَّلَاةَ müraciət zövcələrinədir. Açıq aydın da ayə. وَاقِمْنَا الصَّلَاةَ namaz qılın. وَاَتُوا الزَّكَاةَ وَاَتِينَ الزَّكَاةَ zəkat verin. وَاَطِينَ اللّٰهَ وَرَسُولَهُ Allah və Rasuluna tabi olun.
İnnəmə yuridullah liyuzhibə ankum ris əhləl beyt. Allah Subhanahu buyurur ki, ayənin axırında ey əhli, Allah Teala istəyirsin pak etsin. Risdən, natəmizlikdən, bundarsızdan və s. günahlardan təmizləsin. Və yutahirəkum təxirəm. İstəyirsin təmizləsin. Əhzab surəsi 33-cü ayə. Həmçin Buxaridə, həmçin başqa kitablarda, səhih hədislərdə Peyğəmbər sallallahu aleyhi ve sellem hərdən gələrdi, zövcələrin qarşısında deyərdi ki, Əssəlamu aleykum ey əhli, Ayşə radiyallahu anh evinin qapısında. O belə hansının zövcələrinlə belə deyərdi. Ey ev əhli, əhl-i beyt. Əhl-i beyt deyəndə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri, Əlinin ailəsi, Cəfərin ailəsi, Abbasın ailəsi, Əqilin ailəsi. Bunlara sədəqə haram idi. Bu əhl-i beytdir. Və fəzilətlər çoxdur, qardaşlar. İstəyirik bəzilərinə toxuna, bəzi əhl-i beytə. Əhl-i beytin daha doğrusu bəzilərinə. Və ən əfzəli Peyğəmbər sallallahu aleyhi ve sellem sonra Əli ibn Əbi Talibdir. Əhl-i beytdə. Necə İbn Teymiyyə buyurur. İbn Teymiyyə rahiməhullah buyurur ki, Əhl-i beyti içində ən əfzəli Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra Əli ibn Əbi Talibdir. Radiyallahu anhu. Ömər ibn Xattabın qaynatası. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Əli ibn Əbi Talib barədə buyurub ki, Allah və Rasul onu sevir. Və o da Allah və Rasulunu sevənlərdəndir. Xeybər günü müasirə alıblar Xeybəri, Yahudilər yaşayır Xeybərdə. Qabaq müsəlmanlar dövdü Yahudilər, indi Yahudilər dövdü müsəlmanları. Çünki müsəlmanlar adlandı ona görə, din yoxdur. Və müasirə alıblar, qabaq müsəlmanlar müasirə almışdı. Müsəlmanlar vururdular. Bu vaxt avam millət. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, inşallah axşam vaxtı dedi ki, sabah bayrağı verəcəm o kişiyə ki, Allah və Rasulunu sevir, o da Allah və Rasulunu sevir. Sahabələrin çoxsu yatmayıb şərəfdir. Kimə verəcək görsən Peyğəmbər sallallahu aleyhi ve sellem? Səhər dedi ki, Əli ibn Əbi Talib haradadır? Və Əli ibn Əbi Talib yox idi, gözü ağrıyırdı. Və çağırdı Əli ibn Əbi Talibi. Bayrağı verdi ona. Bayrağı verdi və o gün Xeybər Allah xaricinə açıldı, əlhəmdülillah. Ola ki, döyüşdən qabaq Mərhab adında bir Yahudi var idi, olan igidlərindən biri idi. Çünki döyüş qabağı hər iki tərəfdən bir nəfər çıxırdı, döyüşürdülər. Çıxır Yahudilərin içindən bir dənə belə pəhlivan, böyük, tanıyırdılar, sahabələr tanıyırdılar onu, qüvvətli idi. Və deyir ki, kim gələr qarşıma? Hədəliyir müsəlmanları. Amma oturub belə, tanıyırlar, güclüdür. Əli ibn Əbi Talib cavan, onun yanında balaca, zəif. Əli ibn Əbi Talib qalxdı, Peyğəmbər salsın deyir ki, ya Əli, yəni qorxdu Peyğəmbər ibn Əbi Talib üçün, ya Rasulullah icazı ver. Çıxdı başını döyüş, toz bürüyüb oranı, Peyğəmbər salsınlara, birdən sahabələrdə Allahu Ekber. Gördülər ki, düzdür, yarı bölməmişdi, dünya yarısına az qalmışdı, bölünsün, alma kimi dünya, hələ yox, minbi gecənin ağlardı kimi, lakin yaxşıca vurmuşdu onu. Öldürdü Mərhavi. Qorxu düşdü. Allah Xeybəl, əlhamdülillah. Fəzilətə bax, Peyğəmbər salsın dedi ki, Allah Rasulunu sevir, o da Allah Rasulunu sevir. Bəs Qədr-i-Xumda necə Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt ki, əzlə incimişlə Əli ibn Əbi Talibdən radiyallahu anh, bəzi hadisələr görə, iməndəki hadisələr görə xütbə verdi, xütbəsini əsnasında çağırdı və dedi ki, mən kuntu mevla və Əli mevla. Mən kim mevlası, yəni dostuyam, Əli ibn Əbi Talib onun dostudur. Fəzilətlər çoxdur, məhtərəm müsəlmanlar. Yəni, biz sadəcə bəzilərini toxurmuq.
Həmçin fəzilətlərindən Fatıma radiyallahu anhə almaq. Bugün Peyğəmbər sallallahu aleyhi ve sellem verir Fatıməni, lakin Əli ibn Əbi Talib deyir, mehrin nədir? Əli ibn heç nə yoxdur. Bir dənə qalxalım var. Çıxır qalxanı satmağa ki, mehir versin, bir şey versin də heç nə yoxdur. Döyüşçüdür, kişidir, silahdan başqa heç nə yoxdur. Və Osman radiyallahu anh gör ki, bu satır, qalxanı satır. Osman radiyallahu anh deyir ki, gəl mən alım. Lakin məqsəd o ki, yəni, Əli ibn Əbi Talib kömək eləmək və alır ondan, sonra qaytarır. Və sonra Ömər ibn Xattab kömək eləyir, Əbu Bakır, çünki dost ilə ən yaxın dostlar idi onlar. Hətta övladlarını öz olan adlarını qoymuşdu. Əli ibn Əbi Talib övladlarının adlarından biri Əbu Bakır, sonra Ömər, sonra Osman. Kərbalada onlar birinci öldü. Allah tarixdir, qardaşlar, çoxunuz bilmirik. Toy oldu. Ən əfsəl toy o zamanda. Əli ibn Əbi Talib Fatıma radiyallahu anh aldı. Və bir müddət keçdi artıq və Peyğəmbər sallallahu aleyhi ve sellem müjdəliyirlər. Gəldirlər ki, nəvən olur. Peyğəmbər sallallahu aleyhi ve sellem də övladı bir dənə qalmışdı Fatıma radiyallahu anh qızlarından. Məsələ nəvə olur, gönül sevinər. Əli ibn Əbi Talibə dedi ki, adını nə qoydun? Dedi, Cəfər. Dedi ki, yox, Cəfər yox, deyin, Həsən qoy, Həsən. Həsən qoydu. Və sonra bir müddət keçdi, yenə müjdəliyirlər Peyğəmbər sallallahu aleyhi ve selləmi, yenə nəvən oldu. Dedi ki, adını nə qoydun? Dedi, harb, döyüş, müharibə. Dedi ki, yox, ya Ali, qoy yine Hüseyin. Hüseyin qoy. Əli ibn Əbi qoyur Hüseyin. Və Hüseyin ən çox Peyğəmbər sallallahu aleyhi ve sellem Hüseyin oxşayırdı. Hətta gedəndə Peyğəmbər sallallahu görəndə bilirlər ki, Rasul sallallahu görürlər. Və sonra Ümmü Kulsum və s. Və Peyğəmbər sallallahu Həsənlə Hüseyni çox istəyirdi. Və Əli ibn Əbi Talib danışığı qutarmaq fəzilətlərindən və İbn-i Mulcəm məlun öldürür, xavariclərdən idi. O vaxt ki, xəlifə oldu, xəlifə istəmirdi olsun Əli ibn Əbi Talib. Lakin gördü ki, artıq məcburdur və amma onu istəyir, Osman radiyallahu sonra ən əfzəli o idi. Xəlifə olur. İbn-i Mulcəm, xavaric gəlir sülh vaxtı, Əli ibn Əbi Talib də imamdır. Sülh vaxtı qaranlıqdır, xaindir. Xaindirlər, ola kişilərdir xavariclər. Və vurur. Vurur Əli ibn Əbi Talibi. Və bunu öldürürlər sonra, bu deyir ki, ən əfsəl əməli mən gördüm. Yəni, mən Əli ibn Əbi Talibi öldürməklə Allaha yaxınlaşıram. Subhanallah, xavariclər, indikilər də elədir. Yəni, müsəlmanı öldürür, deyir, cihaddır və ya mücahiddir, kişidir. Lənəhumullah. Və sonra Fatimə fəziləti kifayətdir ki, gör kimin qızıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem. Gör kimin həyat yoldaşıdır, Əli ibn Əbi Talib. Gör kimin anasıdır. Həsən Hüseyin, Ümmü Kulsumun fəzilətə var və mərd idi bir gün Məkkədə Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılanda Kəbədə müşriklər ələ saldılar, gətirdilər, bir neçə atdılar belinə və Peyğəmbər sallallahu səcdədədir. Və gəldi Fatıma radiyallahu anhə, təmizlədi. Özü də ibadət əhlindən idi, salihlərdən. Peyğəmbər sallallahu deyib ki, onu barədə dünyada bütün qadınların sevgilidir, həmçinin cənnətdə də. Və həmçinin möhtərəm müsəlmanlar, Həsən Hüseyin övladları Peyğəmbər sallallahu buyurub ki, Həsən üçün
deyib, ola bilsin, gələcəkdə o iki dənə böyük müsəlman tayfanı arasında sülh edəcək. Doğrudan da Rasul salsın demiş kimidir. O vaxt ki, fitnə idi və Həsən radiyallahu anh gördü ki, bunu ancaq sakitləşdirə bilər, idarə eləyə bilər Muaviyyə radiyallahu anh. Verir xilafəti Muaviyyəyə və biyyət eləyir ona. Hüseyin də çıxır, biyyət eləyir. Və Muaviyyə xəlifə Hüseyin radiyallahu anh döyüşür kafirlərlə, onun əmri altında. Və həmçinin Hüseyin radiyallahu anh, Hüseyin isə danışdıqca və xüsusən necə öldürüblər zalimlar, adam onu danışmaya əziyyət çəkir. Necə Kərbalada radiyallahu anh, Allahlar, xainlər çağırdılar, sonra öldürdülər. Birinci dedilər ki, çağır gəl, kömək edəcək sənə. Və çağıranlar da öldürdülər. Hüseyin öldürüb o çağıranlar. Və kimlər ki, çağırıb, onlar da öldürüb də onu. Hələ öldürmə idi necə? Yəni, vurdular. Nə idi? Körpə öldü. Vurdular. 80-ə yaxın nizənə, belindən və hələm soyumadı qəzəbləri götürüb başını keçdilər. Təsəvvürlər, əhl-i beytlə. Yəni, Hüseyin radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve selləm namaz qılırdı, sahabələr gec qalxdı səcdədən. Sahabələr namazdan sonra dedilər, yarısında olub. Dedi, Həsən Hüseyin gəlmişdi, boynunda oturmuşdular. İstəmədim, onlara əziyyət verin. Və bir gün xütbə verirdi, gördü Hasanla Hüseyin girdilər məsələ, düşdü xütbədən, getdi onları götürdü və bu ayan oxudu ki, İnnəmə əmvalikum və əvlədikum fitnə, mallarınız və övladlarınız fitnədir, doğrudan deyir. Allah deyir, düz deyir. Görürsən, xainlər, hələm başını da kəsdilər radiyallahu anhının. Və İbn Teymiyyə deyir, rahiməhullah, Allah lənət eləsin, Hüseyin öldürənlərə, kim onun ölümlə razıdır və sevinənlərə. İbn Teymiyyə deyir, rahiməhullah, o hadisədən. Və çox, qardaşlar, Həsən Hüseyin də öz övladlarının adlarının Əbu Bakır, Ömər qoymuşdu, Osman. Həmçinin Cəfar. Cəfar Əhl-i Beytdəndir. Əli bin Əbi Talib qardaşı. O da Əhl-i Beytdir. Mota döyüşündə şəhid olur. O vaxt ki, müsəlmanlar bayrağı saxlanır belə, vururlar o sahabini, Cəfər götürür. Cəfər götürüb sağ əlindən, sağ əlini kəsirlər. Sonra sol əlini götürür. Sol əlini götürür, sol əlini kəsirlər. Lakin bayraq düşməsin deyə dizlə tutur belə, vururlar, lakin bayraq düşmür. Və Peyğəmbər salsın Mədinədə dedi, Cəfər öldü. Cəfər öldü. Və sonra bir neçə gündən sonra deyir ki, gördüm ki, Cəfər cənnətdə Allah subhanətə əllərin əvəzinə qanad verib ona. Cənnətdə nə istir eləyir? Allahu Ekber. Və s. və s. Və Kərbalada ən balaca uşaqlardan biri Əli idi. Əli qaldı, Hüseynin oğlu. Əli, yəni Zeynəl Abidin, rahiməhullah, radiyallahu anhu, Zeynəl Abidin, təqva əhli, təqvada misal çəkmək olar onu. Həccə cəmaat gedir, cəmaatla, hamısı deyir ki, ləbbeyk, Allahumma ləbbeyk, həccə kimlər olur bilir, inşallah olmayanlar nəsib etsin Allah subhanət hala. Deyin bu kəlməni, ləbbeyk Allah, yəni Allah, yəni demək istəyən ki, ya Rəb, sənin çağırışı qəbul etdim mən. Mənası odur. Və görürlər ki, Zeynəl Abidin demir. Deyirlər ki, sən qəş demirsən, deyir, qorxuram ki, Allah subhanət hala desin ki, mən qəbul etmirəm sənin çağırışı. Yəni, təqva əhli. Bir gün görür ki, məsciddə namaz qılır, görür ki, biri girib, söyür Zeynəl Abidini. Zeynəl Abidin tez tuturub əlindən deyir, gəl, çıxaq bayraq. Çıxaq bayırda söygünə, görsələr səni döyəcəklər. Və köynək hədiyyə verir ona. Deyir ki, Allah razı olsun. Sabab zəmbilimi doldursun. Allahu Akbar. Bizi söysələr, qışqırarıq, ha, belə. Subhanallah. Təqva əhli başqadır. Övladı Zeynəl Abidinin Bakir
İmam Bakir radiyallahu anhu, sonra Cəfər-i Sadiq, bu hamısı əhl-i cəma alimlərdir və əhl-i beytdir. Və həmçinin onların qardaşları, bacıları hamısı əhl-i beytdir. Və belə bir sevirik əhl-i beyti. Onu kim deyir, bəziləri o savadsızlıqlarından və s. deyirlər güya ki, biz əhl-i beyti sevirik, kim deyir, yalan deyir. Biz sevirik onları, necə Allah və Rasul deyir. Necə biz sevmirik, deyirik ki, onlar sevməyən müsəlman deyil. Həmçin Ümmü Kulsum, Əli ibn Əbi Talibin Fatimədən olan qızı Ömər ibn Xattaba verdi. Və Ömər ibn Xattabla Əli ibn Əbi Talib ən yaxın dostu idi və qohumu idi.